Hər kəsə salam deyim. 2025 test toplusunda oksidlər, əsaslar, turşular, duzlar bölməsinə yeni əlavə edilmiş 209-cu sualın izahına baxaq. Demək, qarışığın tərkibi natrium sulfat və natrium karbonatdan ibarətdir. Qarışıqda duzların kütlə payı eynidir. Qarışığın kütləsi M və xlorid turşusu reaksiyasından sonra duz qarışığın kütləsi M plus 2,2 olarsa M-i hesablayın. Demək, qarışığımızın tərkibində natrium sulfat və natrium karbonat var. Bunlardan natrium sulfat xlorid turşusuyla reaksiya daxil ola bilməyəcək. Çünki xlorid turşusu sulfat turşusunun zəif olduğundan onu duzundan sıxışdırıb çıxara bilmir. Amma natrium karbonat xlorid turşusuyla reaksiya daxil olacaq. Alınır natrium xlorid, karbon qazı və su. Əmsallaşdırırıq. Bura 2. Natrium xlorid 2 düzəlir. İndi qarışığımızın kütləsi M idi. Sonra olub M plus 2,2. Yəni neçə qram artıb? 2,2 qram artım var. 2,2 qram artım olanda nə qədər, yəni qarışığımızın tərkibində nə qədər natrium karbonat var? Bilmirik. X yazarıq. İndi reaksiya tənlimizə baxsaq, natrium karbonatın emeri 106-dır. Natrium xlorid də 2 vur 58,5 edəcək 117. Yəni, nə qədər artım olmuş olur burada? 117 çıx 106. 11 qram artım olur. 11 qram artım olduqda nə qədər natrium karbonat reaksiya daxil olur? 106. Buradan da hesablayırıq ki, x bərabər olacaq 21,2. Demək, tapdıq ki, qarışığımızın tərkibində natrium karbonatın kütləsi 21,2-dir. Və bizə şərtdə deyir ki, qarışıqda duzların kütlə payı eynidir. Yəni, natrium karbonat nə qədərdirsə, natrium sulfat da o qədərdir. Onda 21,2 qram natrium karbonat varsa, yəni 21,2 qram da natrium sulfat olmuş olacaq və indi bizdən qarışığın kütləsini istəyir. Yəni M istəyir. Qarışığımız da 21,2 və 21,2-ni toplayırıq. Edəcək 42,4. M-in qiyməti olur 42,4.